Değerli kanal izleyicilerim, sizi Qaraçuxur qəsəbəsindən salamlayıram. Deməli dostlar, Qaraçuxur qəsəbəsində çox gözəl bir yerdə, gözəl bir evimiz satışa çıxır. Razinə də yaxında, Neftçilərə belə deyim də 10-12 dəqiqəlik məsafəsi var. İlk öncə evin küçəsini göstərəcəm, asfalt küçədir. Yəni operatorumuz göstərsin, hamısı həyət evləridir, villalardır. Qəsəbəsinin ən gözəl ərazilərindən biridir. Dostlar, qarşıda operatorumuz göstərir. Ulduz Parkıdır, Tatlı un məmulatlarının arxası. Digər tərəfdə Qaraçuxur meçididir, hardasa 200 metrlik məsafəsi var. Razinə, Bakıxanov qəsəbəsinə, Neftçilərə gedən yoldur, digər tərəfdə. Bu isə evimizin girişidir. Belə bir girişimiz var, darvazasıdır. Allah xeyir versin, ya Allah. Daxil olur evin həyətinə. Deməli, əziz izləyicilərim, ev 3.2 sotun üstündə inşa olunur. 2 mərtəbədən ibarətdir, otaq sayı da yaxşıdır. 5 otaqdan ibarət. Həyətində gördüyünüz kimi yaşıllığı, ağaçları, deməli narıdır, almasıdır, heyvasıdır. Bir çox növdə meyvə ağacımız var. Çoxdan tikilmiş evdə ev keyfiyyətlidir, oturuşu, yəni belə deyim də, bir neçə ilin evidir, oturuşmuş evdir. Evin kamera sisteminə qədər mövcud. Qapının girişində də evin həyətini çəkən kamera sistemləri quraşdırılır. Dostlar, evin yan tərəfləri də var. Onu da göstərəcəm, kondu otağıdır, ətrafına fırlanmaq mümkündür. Yəni yüzdən göstərsən qardaşım. Evin təmiri qaydasındadır, giryaşa vəziyyətdə ətraflı göstərəcəm. İndi isə evimizin yan tərəfini, kondu otağını sizin üçün təqdim edəcəm. Dostlar, bu evin qazı, işığı, suyu daimidir, stil sistemi kombidir, sənədləri tam qaydasındadır, torpağın və evin kupçası var. Yəni zəhmət olmasa evin arxa tərəfini, yan tərəfini göstərərək izləyicilərimiz görsün. Belə bir geniş, hardasa 3 metrədən artıq yan tərəfdə dostlar əlavə yeri var. Arxaya keçid də var. Arxa tərəfdə ev sahibi banka yığmağa, əlavə işləri yığmaq üçün yeri də düzəldir. Bütün yeri həqiqətən çox gözəldir. Mərkəzi yola, məktəbə, bağçaya, infrastruktura yaxın ərazidə yerləşir. Mağazindir, aptekdir, böyük ticarət obyektləridir. Hamısı evin tam yaxınlığında yerləşir, dəyərli izləyicilərim. Evin tikilişini də göstərdik. Ara kəsmələr hamısı monolit betondur, keyfiyyətli tikilib. Kommunallar dediyim kimi hamısı qaydasındadır, dəyərli izləyicilərim. İndi isə Allahın izni ilə istəyirəm evin, villamızın daxilini sizin üçün təqdim edək. Ya Allah, təqdimata başlayaq. Dostlar, evimizin daxilindən təqdimata davam edək. Deməli, birinci mərtəbədə belə bir geniş hol hissəsidir. İkinci mərtəbəyə qalxan pləkanı. Birinci mərtəbənin sanuzeli, bən yaxınlar səhəmizimiz. Sanuzeli sanitər boşlardır. Birinci mərtəbədə yerləşən zal, hardasa 30 kvadrat, 25-30 kvadrat belə geniş zalımız var, ölçüləri qaydasındadır. Pəncərələr plastik, reşotkası vurulur, öz həyətinə baxır pəncərələr. Zalı bir ətrafı göstərək, Allah xeyir versin, çox qəşəng yerdir. Yerdən kürsülərdir, boşa başla tikilib, hündür, yerləşmə yeri əla, yaxınlar zəhmət olmasın. 15-16 kvadrat, bəlkə də biraz böyük olar, belə mətbəximiz var, mətbəx nə dedik, yerində qaşaşlı evdir. Birinci mərtəbədə olan otaq sayımız zal, zaldan əlavə dostlar belə bir geniş yataq otağımız da var. İndi isə ikinci mərtəbəni sizin üçün təqdim edəcəm. Ev haqqında ətraflı danışmışam, indi isə evin qiyməti haqqında məlumat verəcəm. İkinci mərtəbədə də 3 ədəd yataq otağımız var. Yəni qardaşım, yaxından səhəmət olmasın. Belə bir geniş yataq otağımız var ikinci mərtəbədə. Eyvana çıxışı da var. Gəl qardaş, buranı da göstərək. Yataq otaqlarının ölçüsü çox gözəldir. Yəni ki, dəyərli izləyicilərim, bu yataq otağı hardasa 20 kvadratdan artıq belə geniş ölçüləri var. Pəncərəsi də həyətinə baxır. Geniş bir yataq otağı var, göstər qardaş. Bu otaq da əla, hardasa 16-17 kvadrat. Yəni bu otağı da göstərək, izləyicilərimiz görsün, çox geniş, işıqlı otaqları var. Buradan da eyvana çıxışı var.
Buradan da göstərək. Hardasa belə deyim də dostlar. 9-10 metrəlik belə geniş heyvan hissəsi var. Stolu qoyub oturub çay içməyə qollu imkan var. Bu da həyətidir, operatorumuz göstərir. Evi sizin üçün ətraflı olaraq təqdim etdik. Allah xeyir versin. Evimizin qiyməti əlbəttə ki, dəyərli izləyicilər, bilirəm sizin üçün çox maraqlıdır. Demişdim, videonun axırında qiyməti deyəcəm. Qiymət bazar üçün münasib, yəni indiki bazar üçün həqiqətən qiymət münasibdir. Qupçalı, torpağın da evində qupçası var. 5 otaqlı evimiz 330 min manatla real alıcılarımıza təklif olunur. Əlbəttə ki, dostlar, reallıq olarsa, yəni real alıcı olarsa ev sahibi ilə oturub qiymətdə danışmaq, razılaşmaq mümkündür. Dostlar, bu video ilə bağlı nə sualınız olsa, bu evlə bağlı nömrəm səhifədə var. Buyurun, əlaqə saxlayın. Allah xeyir versin. İzlədiyiniz üçün də təşəkkür edirəm. Sağ olun.